Herkese selam. Bugün sizlerle birlikte İngiltere'de Avrupa'nın en büyük İslam aleyhine keçirilən etiraz mitinglerinden birinden danışacağıq. Mitinglerde bir müğənni müsəlmanları uzaq tutmaq üçün omzuna donuz əti qoyur. Başka bir videoda üç kadın ise sahneye hicab ile çıxıb, sahneye çıxdıqdan sonra ise bu hicabı başlarına açarak bunu lağa qoyurlar. Bu nifrətin səbəbi əslində 2 il əvvəldən başlayır. Belki eşitmişsiniz. 29 iyul 2024-cü ildə İngiltərenin Southport şəhərində Taylor Swift mövzulu rəqs sinfinə hücum edib 3 uşağın ölümünə səbəb olan Mugamva Rutakubana 52 il həbs cəzası alır və bu vaxtı həmin hadisə İngiltərədə böyük müzakirələrə səbəb olur. Daha sonra bir xəbər saytı bu adamın müsəlman olduğunu və İngiltərəyə sonradan köçdüyünü iddia edib. Əlbəttə bu yalan idi. Polislər bunun yalan olduğunu deyib və onlar da bunu yaxşı bilirlər. Sadəcə nifrət etməyə bəhanə axtarırlar. Ki burada mövzu sadəcə müsəlman olmaq deyil. Belə bir vəhşiliyi sadəcə müsəlmanlar eləyər düşüncəsi ilə yaşayırlar. Ancaq bu tip cinayətlər ölkənin və dünyanın hər bir yerində olur. Bunu Hristiyanlar da edib, Yahudilər də edib. Amma sadəcə bir müsəlman etdikdə görürsünüz ki, necə bir vəhşilik törədirlər. İndi həmin adam müsəlman deyil, amma tutaq ki, həmin adam müsəlman olsaydı, yenə də bu onların etdiklərini doğru eləmir. Onların Allaha həqarət eləməyə bir haqları yoxdur. Onlar bizim dinimizə hörmət göstərməlidir. Həm də ki, həmin adam müsəlman ya da Hristiyan yox, İsraildən gəlmiş bir Yahudi olsaydı, heç kim səsini belə çıxartmayacaqdı. Bunu hamımız yaxşı bilirik. Hələ ki, onların öz dövlətindən olsaydı, sadəcə cəzasını aldı deyib susacaqdılar. Amma müsəlman olduğunu fikirləşdikdə, baxın nələr edirlər. Epsteinlə danışaq. Həmin adam Yahudi idi və onun elədiyi şey tezliklə unuduldu. Heç kim natiq vecinə belə deyil. İnsanlar elə davranır ki, sanki heç bir şey olmayıb. Amma bilirəm ki, həmin adam əgər Yahudi yox, müsəlman olsaydı, onda belə sakitçilik olmayacaqdı. Həm də İsrailin Fələstində törətdiyi cinayətləri əgər bir müsəlman etsəydi, əlbəttə yenə heç kimsə səssiz qalmayacaqdı. Nədənsə dünya səbəbsiz yerə müsəlmanlara qarşı böyük bir nifrət toplayır və onları yox etmək istəyirlər. İsrail müsəlmanlara zülm etdiyi kimi Çinlilər də müsəlmanlara zülm edir və heç kim səsini çıxartmır. Əlbəttə, bəzi ölkələrdə müsəlmanların vəhşiliyini, qadınlara qarşı olan hərəkətlərini görmüş ola bilərsiniz, amma hər bir müsəlman eyni deyil və bu İslam dini deyil. Onlar da bilirlər ki, İslam dini əslində belə bir din deyil, amma buna rağmen elə fikirləşirlər. Hər bir müsəlman ərəb olmadığı kimi, hər bir Avropalı da mədəni insan deyil. Bunu artıq başa düşmüş olduq. Həm də İngiltərəlilər vaxtilə 2-ci Dünya müharibəsindən sonra işçi azlığına görə ölkələrinə gətirdikləri və işlətdikləri bu müsəlmanları indi qovmaq istəyirlər. Həqiqətən cahil insanlardılar. Mən bu məsələ haqqında daha çox danışmaq istəmirəm. Nəsə, sağ olun.